Salamlar, hər birinizi kanalımda və yeni vlogumda görməyimə çox şadam. Hər biriniz xoş gəlmisiniz. Sizin üçün bu dəfə də maraqlı bir vlog başlatmışam. Bu dəfə inanıram ki, maraqlı izləyəcəksiniz və bu videonun izlənməsi daha çox olacaq. İftara qonaqlarımız var idi. Yoldaşımın dayısıgil bizə qonaq gəlirdi və biz də başladıq hazırlıq etməyə. Bu vlogun çox hissəsini danışacağım, çünki yanımda insanlarla vlog çəkdiyim zaman istər-istəməz söhbətlər olur. Mən də vloqları tezləşdirdiyimə görə istər-istəməz, yəni səs-küy olur. Bu da heç yaxşı alınmır. Çünki dayanmırıq, ancaq söhbət edirik. Yəni buna görə də çalışacağam ki, bu vloqda çoxlu söhbətlər edeyim. Əvvəlcə günümü, sizə planımı danışım ki, biz səhər tezdən yoldaşımla, səhər tezdən dediyim, yeməyimizi filan yedikdən sonra çıxdıq yoldaşımla biraz evə alış-veriş etməyə. O hissələri çox çəkmədim. Əslində fikirləşirdim ki, bugün səhər oyanandan vloquma başlayım və daha maraqlı olsun. Sadəcə yenə də alınmadı. Bəzən yadımdan çıxır, bəzən səhər yeməyindən sonra yadıma düşür ki, mən vlog çəkəcəkdim. Buna görə də dedim ki, elə hardan başlamışam, oradan da davam edeyim. Burada da gördüyünüz bu göyərtiləri göyərti satan dayı yığmışdı. Özü də araya elə bir göyərtini salmışdı ki, yəni büzüşmüşdü. Yaxşı ki, soyuq suda qoydum və o bəzəri özünə gəldi. Burada su bişirir qaynanam. Mən də milföy xəmirləri üçün ət hazırlayıram. Burada da salat üçün fineni qaynatmışıq. Bunu didmək lazımdır. Əslində çox yemək bişirmək fikrimiz yoxdur. Çünki iftara gəlirlər. Bir sup hazırlanmışdı qaynanam. Yarpaq dolması bükmüşdü. Bundan başqa da mən də fikirləşdim ki, rahat nə edə bilərəm. Çünki bir neçə saat vaxtımız var idi. Elə mağazaya getmişkən milföy xəmiri aldım və onun içinə ət hazır elədim və ətlə birlikdə belə dadlı bir qəlyanaltı da alındı. Burada da gördüyünüz kimi göyərtimi doğrayıram ki, yeməklərə qatmaq üçün. Mən həmişə yemək bişirməyə başlamazdan əvvəl, əgər hazır göyərtim yoxdursa, başlayıram birinci göyərtini təmizləyirəm ki, göyərti bir müddət suda qalsın. Bu arada sizə bir şey demək istəyirəm. Əgər yəni sobadan çox istifadə edirsinizsə, ən yaxşısı bu yağlı kağızlardan almağınızdır. Mən əvvəllər hər kəsdə görürdüm, amma fikirləşirdim ki, onsuz tavanı da yağlayanda, yəni yeməklər yapışmır. Amma yağlı kağız istifadə edəndən sonra heç yağdan istifadə etmək istəmirəm. Yəni bütün şirniyyatların, ümumiyyətlə belə xəmirlərin altına həmişə bu yağlı kağızlardan istifadə edirəm. Rossmanndan almışdım. 3 manat neçə qəpiyə. İçində 30 dənə var. Amma bilirəm ki, bəzi yerlərdə uyğun qiymətlisini də tapmaq olar. Yəni Trendyoldan filan sifariş vermək də olar. Bundan sonra çalışacağım ki, bu bitənə yaxın yenisini ya sifariş verim ya da yenisini alım. Çünki çox rahatdır. Əgər istifadə etmirsinizsə, mütləq şəkildə istifadə edin. Burada da gördüyünüz kimi sadə içli ilə belə dadlı bir qəlyanaltı hazırladım. Üstünə sadəcə yumurta çəkirəm və çörək otu əlavə edirəm və çox dadlı olur. 180 dərəcədə qoyun. Siz işlərinizi görənə kimi bu da hazır olacaq. Çox dadlı alınır, yəni məsləhət görürəm. Sadəcə yumurta sarısını da çəkə bilərsiniz, amma mən bilmədim ki, yumurtanın ağını nə edəcəm. Ona görə də elə ikisini qarışdırıb o formada istifadə etdim. Yoldaşımın dayısıgili əvvəldən demişdilər ki, sabah sizə gələcək. Biz də burada bir gün qabaq yoldaşımın ad gününü qeyd etməyə getmişdik. Yəni heç vaxtımız olmadı ki, nəsə başqa bir hazırlıq görək. Buna görə də elə bugün nə çatdırdıqsa onu elədik və yeməklər də çox dadlı və yaxşı alınmışdı. Başlayıram sonra da salatı hazırlamağa. Toyuq salatı elədik rəngli biberlərlə. Əslində mən bu salatı sadəcə yaşıl biberlə edirdim, amma rəngli biberlər qatıldığı zaman da dadlı olur. Əgər siz də sınamamısınızsa sınayın. Çox rahat və tez hazırlanan bir salatdır. Burada sadəcə vaxt aparan şeylər toyuqları didməkdir, belə biberi doğramaqdır. Yəni başqa çətin heç bir şey yoxdur. Bir də bu salata qarğıdalı konservası da əlavə edirsiniz. Çox dadlı alınır.
Artıq başladım toyuqları da hazır eləməyə ki, salatım hazır formada gözləsin. Mayonezini qonaqlar gələnə yaxın əlavə elədim. Burada da görürsüz, bibərin bir hissəsini saxlamışdım. Əlavə 2 qonağımızın olduğunu eşidəndən sonra o biberləri də qatmaq qərarına gəldim. Həm də gördüm ki, toyuğumuz biraz çox alınmışdı və belə salatımı da hazır elədim. Bu formada göndərdim, gözləsin. Burada da artıq milföylərim də hazır oldu. Qaynanam da kənarda toyuq qızardırdı və sizə burada yarpaq dolmasını da göstərirəm. Qaynanamın bişirdiyi dadlı supunu da göstərirəm. Bunu biz sümük suyunda bişirmişdik və dəhşət dadlı alınmışdı. Yəni sadəcə bir supdur deyib keçməyin, çox dadlı idi. Bundan sonra isə artıq əynimi dəyişirəm ki, qonaqları pijama ilə qarşılamayım və başlayıram süfrəni hazırlamağa. Süfrənin çox hissəsini burada hazır eləmişdim. Sadəcə sizin üçün nə çəkə bilirəmsə onu çəkdim. Belə çərəzləri filan hazırlayıram. Əslində bizdə gözəl bir çərəz qabı var. Neçə hissədən ibarətdir və o daha səliqəli görünür. Sadəcə bir də fikirləşdim ki, onu çıxarmaq filan vaxt aparacaq. Ona görə də belə balaca qablarımıza əlavə etdim. Bundan sonra isə başlayıram şirniyyatları hazır eləməyə. Şirniyyatları da bu formada düzdüm. Əslində fikrim var ki, bir müddətdən sonra gözəl şirniyyat qabları alım. Çünki elə olduğu zaman süfrədə daha yaxşı görünür. Alina da burada gəlir, dəstək olur, əlini uzadır, hər şeyi götürmək istəyir. Bu formada şirniyyatlarımı da doğradım. Siz isə əgər hələ də mənim kanalımı izləmirsinizsə, çalışın kanalımı izləməyə alın ki, mənə daha çox dəstək olasınız. Artıq 3000 olmuşuq, içim çox rahatdır. Bilirəm ki, bu ilin sonuna kimi əgər mən də yaxşı çalışsam, siz də mənə dəstək olmaq istəsəz, 10.000 ola bilərəm. Bunun üçün mən əlimdən gələni edirəm. Sizdən də sadəcə olaraq dəstək gözləyirəm. Elə indicə bu vloqa baxarkən, əgər müsbət hisslər keçirdinizsə, xoşunuza gəldisə nələrsə, məni izləməyə almağı unutmayın. Bu formada şirniyyatlarımın üstünü də örtürəm ki, qonaqlar gələnə kimi üstlərinə nəsə istər-istəməz insanın üstündən hər şey düşə bilər. Və bu formada qəndimi və digər çərəzlərimi də doldururam, aparıram artıq otağa. Bilmirəm sizdə necədir, amma mən fikirləşirəm ki, əvvəllər anidən qonaqlar gəlirdi. Bizdə də belə olurdu. Bir də gördün ki, kimsə gəldi. Amma mən fikirləşirəm ki, heç əvvəldən də mən bu şeyi sevməmişəm. Heç özüm də harasa gedəndə əvvəldən neçə dəfə soruşuram. Əgər yaxınımdırsa, yenə də soruşuram. Adicə biz mamamgilə gedəndə əvvəldən soruşuram ki, baxın işiniz yoxdur. Birdən mənə görə ola bilər ki, nəsə işlərini görməzlər, işləri qalar. Ən mənim yəni sevmədiyim şey budur ki, kiminsə işinə fərqi yoxdur, yaxındır, uzaqdır, mane olmaqdır. Buna görə də hər dəfə soruşuram və ən sevdiyim şey də qabaqcadan xəbər verməkdir. Əvvəlcədən xəbər verirsən və ev sahibi də sənin üçün sevərək, istəyərək hazırlığını edə bilir. Bəs sizdə necədir? Siz qonaq getmədən əvvəl xəbər verirsiniz, yoxsa anidən sürprizlər edirsiniz, ya da sizin necə xoşunuza gəlir? Evinizə anidən kimsə qonaq gələndə mi xoşlayırsınız, yoxsa xəbər verərək gələndə mi? Bunu da rəylərdə yazmağı unutmayın. Mən fikirləşirəm ki, bir çox insan mənimlə razıdır. Burada da artıq gördüyünüz kimi pendiri filan doğrayıram. Qaynanam da kompot açır. Düzdür, əlavə sular da almışdıq, amma hər insan alınma sulardan içmir, yəni zövqlər müxtəlifdir. Və burada milföylərimi də görürsünüz son halını. Biraz soyuduqdan sonra qablara yerləşdirirəm. Və salatımı da bayaq gördünüz ki, hazırlayıb qoymuşdum. Duzunu, istiotunu da əlavə edib mayonezini də qatıram ki, artıq qonaqlar biraza gələcəklər. Və qonaqlar gələnə artıq süfrədə salatlarımız da öz yerlərini alsın. Qonaqlarımız elə təxmini iftar vaxtına gəlib çatdılar və mən də ən son olaraq meyvə qabına da meyvələri əlavə elədim. Bundan sonra isə bütün hazırladığım hər şeyi aparacağım süfrəyə və süfrəni düzəltməyə. Bu arada boş qabları filan qoymuşdum. O hissələri isə sizin üçün təəssüf ki, çəkə bilmədim. Çünki tez-tez işlərimi görüb çatdırmağa çalışırdım.
Artıq süfrəmi də görürsüz. Hazırlıqlarım tamamlandı. Demək olar ki, hər şey süfrədə var. Sizə qəribə gəlməsin ki, burada həm şirniyyat süfrəsi, həm də çay süfrəsi bir yerdədir. Ona görə ki, bilmədim qonaqlar oruç tutduğuna görə əvvəlcə çay içmək istəyəcəklər, yoxsa yemək yemək istəyəcəklər. Çünki elə insan var ki, axşama kimi su içmir və çay içmək istəyir. Buna görə də elə hamısını bir yerə qoydum. Fikirləşdim ki, onsuz gələn, yəni yad adam deyil, yaxın adamlardır. Yəni onlar üçün də problem olmayacaq. Və artıq qonaqlar evdə oturub söhbət edirdi. Mən də çox qarışıqlıq olmasın deyə çalışdım ki, biraz təmizliyimi edim və başlayıram. Sizin üçün nə çəkə bildimsə burada çəkirəm. Əvvəlcə yeməkləri yerləşdirdim ki, onsuz qaynanam bir oturub söhbət edirlər. Mən də bu işləri görüm ki, bunlar da aradan çıxsın. Çünki gözləsəydim ki, qonaqlar getsin, ondan sonra yerləşdirərəm. İstər-istəməz Alinanı yatırmaq lazım olacaq. Alinanı yatırsam otağa səs gedəcək filan. Ona görə dedim ki, ən yaxşısı əvvəlcədən bu otağı heç olmasa az da olsa qaydasına salım. Əsas qabların yuyulmağıdır. Yəni silməyə də bilərdim. Səhəri gündə silmək olar. Amma fikirləşdim ki, elə fürsət var ikən qabları da elə yerləşdirim. Və artıq Alinanı da burada gətirdim otağa. Qonaqlar gediblər və çalışıram ki, Alina da yatsın. Çox bir şey sonradan çəkə bilmədim. Qızlar, sabahınız xeyir. Mən dünən sizə bunu çəkə bilmədim. Heç özüm də unutmuşdum. Yoldaşımın dayısı geri gələndə belə bir hədiyyə də gətirmişlər Alina üçün. Belə bir paltardır. Çox gözəldir, çox xoşuma gəldi və belə bir qalqotka. Otağın isə vəziyyəti göz qabağındadır. Yenə qarışıb ailəm bir-birinə. İndi buranı yığışdıracağım. Yəni hər yerdədir. Burada baxın, paltarlar da qarışıb. Alina da orada yatıb. Nə etdimsə oyada bilmədim. Fikirləşirəm ki, elə Alina oyanana kimi bu hissələri yığışdırım. Belə bir neçə gün əvvəl bu hissəni tam olaraq yığışdırmışdım. Əyninə olmayan paltarları da Alinanın çıxarmışdım, amma yenə qarışdı. Biz ümumiyyətlə evdən çıxanda elə bil ki, yəni bu vəziyyət yaranır. Burada yoldaşımın yeridir. Burada eyni şəkildə. İndi bunları da çalışacağım səliqəyə salım. Alina üçün biraz kəsmikdən çıxardım ki, isinsin. Çayım artıq dəmlənib. Burada yumurtamız qaynayır. İndi yumurtaları soyum. Sizə Alinanın yeməyi haqqında da məlumat verim ki, Alina artıq 1 yaşı keçib və demək olar ki, hər gün yumurta yeyir. Amma qədərinə baxıram ki, nə qədər yeyir. Məsələn, bu qaynadılmış yumurtanı həftədə 1 dəfə verirəm. Çünki fikirləşirəm ki, uşaq üçün biraz ağır olar. Və həftədə 1 dəfə yeyir və çox sevərək yeyir. Hətta bizim qabağımızda olanı belə yemək istəyir. Amma gündəlik olaraq özüm də yumurta yeyirəm səhərlər. Fərqli formalarda eləyirəm. Məsələn, 1 dəfə qayğanaq eləyirəm, 1 dəfə göyərti ilə eləyirəm. Brokoli qataraq da elədiyim olur. Yəni bu formada da çalışıram ki, fərqli formalarda yesin. Yəni qaynadılmış yumurtanı çalışıram həftədə 1 dəfə yesin.
Amma belə qayğanaq filan hazırladığım zaman o qədər də çox yemir. Az yeyir, sadəcə pendir yeməyi çox sevir. Pendiri gördüyü zaman heç nə yemək istəmir. Buna görə də çox vermirəm, bir dilim filan verirəm. Çünki pendiri fikirləşirəm ki, çörəyin arasında verim yesin, amma çörəyin arasından o pendirləri seçir, ancaq pendir hissəsini yeyir. Çörəyi ayrıca yemeyi sevir, amma içinə pendir girdiyi zaman çalışır ki, pendirin özünü yesin. Və burada da bir şey edirəm mən. Gecə yatarkən elə bil ki, bunu fikirləşərək yatmışdım. Uşaq vaxtı biz çox edirdik, amma uşaqlıqdan bu yana mənim heç yadıma düşməyib. Birdən-birə yadıma düşdü və inanırsınız, gecə məni ağlamaq tutmuşdu ki, yəni bunun dadı yadıma düşdü. Və istəyirdim ki, həmin anda hazırlayım, yeyim. Dəhşət çox istədim və səhər oyanan kimi bu formada çörəyi qızdırdım. Onu da deyim ki, bu başqa çörəklə yaxşı alınmır. Ancaq belə çörək yəni lazımdır bunu yemək üçün. Üstünə duz səpirsiniz və yağ sürtürsünüz. Çox dadlı alınır. Vlogumu bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti vloqlarda görüşərik. Hələlik.